Merz Rusiya ilə bağlı səhv etdi və məğlub oldu. Almaniya kansleri Friedrich Merz dondurulmuş Rusiya aktivləri ilə bağlı mövqeyinə görə Avropalılar arasında təcrid olunub. Axar az xəbər verir ki, bu barədə Berliner Zeitung qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə Merz sona qədər Rusiya aktivlərinin faktiki olaraq müsadirəsinin faydalarını tərifləməyə, riskləri isə azaltmağa çalışıb. Lakin nəşr xatırladıb ki, bir neçə həftə ərzində Rusiyanın dondurulmuş vəsaitlərinin əksəriyyətinin saxlanıldığı Euroclear depozitariyasından Avropa Mərkəzi Bankına və Vaşinqtondan Pekinə qədər belə bir addıma qarşı xəbərdarlıqlar daha da artıb. Məqalədə vurğulanır ki, kansler səhv mərc etdi və məğlubiyyətə uğradı. Zelenski Putinin bu təklifinə etiraz edir, Peskov. Vladimir Zelenski Ukraynada prezident seçkilərinin şərtləri barədə danışarkən öz-özünə zidd mövqe sərgiləyir. Axar az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. Zelenski Putinin Ukraynada seçkilərlə bağlı bəyanatına fəal şəkildə şərh verir, amma söylədiklərində ziddiyyət var. O, Putinin seçkilərin təhlükəsizliyinə zəmanət vermək təklifinə cavab olaraq deyir ki, heç kimin, həmçinin Putinin seçkilərə müdaxilə etməsinə imkan verməyəcək. Halbuki bundan əvvəl o, Amerikalılara müraciət etmişdi. Bu o deməkdir ki, o, Ukrayna prezidenti Vladimir Zelenski, Amerikalıların müdaxiləsinə etiraz etmir, amma Putinin bunu etməsinə etiraz edir, deyə Peskov qeyd edib. Kreml sözçüsünün fikirlərinə görə bu müzakirə Rusiya liderinin son açıqlamalarına reaksiyadır. Mövzu aktualdır. Təbii ki, bu, Putinin çıxışına reaksiyadır. Ukrayna sülh sazişi üçün yeni cəbhə açır. Son bir neçə həftə ərzində Ukrayna Rusiyanın kölgə donanmasına aid neft tankerlərinə qarşı pilotsuz uçuş aparatlarından 4 dəfə istifadə edib. Bu, dənizdə müharibəni daha da gərginləşdirib və Ukrayna xüsusi xidmət orqanlarının getdikcə daha cəsarətli hücumlar həyata keçirdiyini, həmçinin bu hücumlara görə məsuliyyəti açıq şəkildə üzərinə götürdüyünü göstərir. Axar az xəbər verir ki, bu barədə New York Times nəşri yazıb. Nəşr qeyd edir ki, gəmilərdən biri cümə axşamını keçən gecə Aralıq dənizində Ukraynadan 1900 kilometrdən çox məsafədə PVO ilə vurulub. Digər üçü isə Qara dənizdə dəniz dronları ilə hücuma məruz qalıb. Bunlar Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı geniş miqyaslı işğalına başlamasından bəri Ukraynanın sanksiya rejimini pozan Rusiya neft tankerlərinə qarşı həyata keçirdiyini etiraf etdiyi ilk hücumlardır. Həmçinin bildirilib ki, son 10 gün ərzində Xəzər dənizində Rusiya neft hasilatı platformalarına 4 dəfə hücum edilib. NYT bütün bu hücumlarla Ukraynanın sülh sazişi üçün yeni cəbhə açdığını vurğulayıb.